Bir evdə çil toyuq və 2 sıçan balası yaşayırdı. Bir dəfə toyuq kökə bişirmək istədi. Sıçanlara dedi: Sümbülü dəyirmana kim aparacaq? Biz yox. deyə sıçanlar qışqırdılar və topu götürüb oynamağa qaçdılar. Toyuq özü sümbülü dəyirmana apardı. Qonşuluqda yaşayan sincab və qurbağa ona kömək etdilər. Toyuq dənləri üyütdü, dadlı kökələr bişirdi və dedi: Kökələr hazırdır. Onları kim yeyəcək? deyə sıçanlar qışqırdılar. Toyuq dedi: Yox, belə olmaz. Kim işləyibsə, kökələri də o yeyəcək. Toyuq qurbağanı və sincabı qonaq çağırdı. Oturub ləzzətlə kökələri yeməyə başladılar. Sıçanlar isə baxa-baxa qaldılar. Hə əziz balalar, kanalımıza abunə olmağı unutmayın. Hələlik.